Salam, sabahınız xeyirli olsun. Hamınızı salamlayıram. Bugün sizə etibar məsələsindən danışacağım. Əmanətə, xəyanət və s. bu məsələlər haqqında öz fikrimi bildirəcəm. Demək, bu yaxınlarda bir dostla söhbət edirdik. O mənə başqa bir adamın demək öz bacısının şirkətinə qarşı ettiği xəyanətlərdən vesaire, yəni bacısının şirkətindən özünə orada mənfəət əldə etdiyinə, oradan belə deyək də, hətta oğurluq etdiyinə dair belə bu məsələlər haqqında söhbət edirdik və mənə bu çox doğrudan da qəribə gəlir, çox belə inanılmaz gəlir, amma təəssüf ki, indiki zamanda belələri var və hətta öz qohumlarına, öz bacısına, qardaşına da xəyanət edən, onların əmanətinə xəyanət edən, onların özünə xəyanət edənlər var. Çox təəssüf ki, amma biz gördüyümüz tərbiyə belə şeyləri hətta qəbul etməyə, hətta belə söhbət olaraq qəbul etməyə imkan vermir. Çünki biz elə tərbiyə görməmişik. İndi sizə bir hadisəni danışacağım. Özünüz də bunun şahidi olacaqsınız. Demək, hardasa 84 veya 85-ci illər idi. Bakıda yaşayan halamın oğlu nişanlanmıştı ve toyu olacaktı. Halamın əri 5 tane erkek alıp bize gönderdi ki, atama xahiş elədi ki, bunu payıza qədər, səhv eləmirəmsə, sentyabra qədər saxlayın, 1-2 ay. Toy olanda onu oradan göndərərsiniz Şuşaya. Kız evi Şuşadaydı. Atam da əlbəttə ki, birincisi öz bacanağının xətrini çox istəyirdi. Oradan elə xətri istəməli bir adamdı. Allah ona rəhmət eləsin, hər ikisinə rəhmət eləsin. Həm də elə o dəqiqə qəbul edildi. Dedi, hə, göndərin, gəlsin. Neysə, erkəklər gəldi, biz 1-2 ay bunu saxladıq. Sonra eşitdik ki, toy uzanıb yaza qədər və biz həmin qışı da saxlamalı olduq heyvanları. Təbii ki, atam heç bir etiraz veya etmədən heç biri bunun söhbətini belə eləməzdi. Elə bir adamdı atam. Və bu heyvanları başladıq saxlamağa. Qışın axırlarına yaxın kənddə qoyunlara bir xəstəlik düşdü. Həmin il demək bir çox adamın heyvanlarının bir hissəsi tələf oldu. Demək qoyunlar deyəsən qaraciyər xəstəliyi idi və ya nəysə arıqlayırdılar hamısı. Və verilən heç bir dərmana reaksiya vermirdilər. Sonra da eləcə arıq şəkildə ölürdülər. Bu xalamın ərinin göndərdiyi heyvanlar da Qarabağ heyvanları olduğu üçün merinos qoçlarıydı bunlar, belə böyük, qocaman. Bunlar da Qarabağ heyvanları bilirsiniz, Laçının təbiətinə, iqliminə çox da dözmürlər, xüsusilə qış aylarında. Ona görə də bu heyvanların 5'i de xəstələndi, öldü. Bir neçə də bizim özümüzün də heyvanlar öldü. Neysə, tabii bu heyvan saxlayan bilir ki, bu qaçılmazdır. Heyvanlar xəstəlik də olur vs. Baxmayaraq ki, biz heyvandarlıqla elə məşğul olmurduq. Bizim çox az, cüzi 10-15 heyvanımız olardı. Çünkü heyvan saxlamağa bizim nə heç belə vaxtımız yoxdu. Atam işləyirdi, anam işləyirdi. Bir mən oxuyurdum, evdə son 5 il təkcə mən idim. Ona görə bizim heyvanlarımız az idi. Amma yəni beləcə yaz ayına qədər gəldi. Yazda xəbər gəldi ki, məsələn filan vaxtı toydu. Əli qoçları filan vaxtı göndər, qoy bir maşına göndər Şuşaya. Atam xəbəri alan kimi götürdü oradan buradan qonşu kəndlərdən, bizim kənddən 5 dənə qəşəng erkək aldı. O deyilən vaxtı qoydu bir, səhv eləmirəmsə, bizim kənddə məhərrəm vardı. Onun zilinə və göndərdi Şuşaya. Demək, bu hadisə, təbii ki, pulun atam özü verdi. Bu 5 erkəyin pulunu da atam özü verdi. Bu hadisədən indiyə qədər, bu yaxınlara qədər mən xalaoğluya danışdım ki, xalaoğlu bu hadisə yadına gəlir. Deyir ki, mən bunun belə olduğunu eşitməmişəm. Yəni, bu söhbət nə atam bu söhbəti açdı, nə anam açdı, nə biz açdıq. Yəni
Bu yaxınlara qədər bu söhbət haqqında, yəni bu xalamgilin 5 erkəklərinin əslində öldüyü və atamın onların əvəzinə 5 öz pulu ilə 5 erkək alıb qız evinə göndərdiyi haqqında məlumatı indi bilir. Baxın, belə kişilər vardı. Allaha çox şükür ki, onlardan biri də mənim atamdır. Heç vaxt əmanətə xəyanət eləməzdi. Heç vaxt ona olan etibara xələl gətirməzdi. İkinci gene atamla bağlı bir hadisəni danışacağım. Demək, səhv eləmirəmsə 86-cı ildi ya da 87. Qardaşım 87-də ola bilər, 86-da. Həmin qış bizim regionda arılara çox pis bir xəstəlik danışdı. Gənə xəstəliyi, arı gənəsi. Və bizim də 60 səhvləmsə 65 ya 66 arımız vardı. Bu arıların demək olar ki, hamısı öldü, 3-4 arımız qaldı. O vaxtı biz öz atam demək bizim biz kirvəsi olduğumuz bir adam vardı, ailə vardı kəndimizdə. Sumqayıtda yaşayırdı, Allah rəhmət etsin, çox gözəl insandı. Atam ona bir arı vermişdi və bu arı hələ əvvəllərdən vermişdi və bu arı artmışdı, hardasa 16 arıya qədər çoğalmışdı. Hər il atam o arının ballarını ayırar, göndərərdi bu Sumqayıtdakı həmin o kirvəyə. Demək, bu xəstəlik arayanda arıların hamısı öldü. Təbii ki, o bizim özümüzün 65 arımız içində 16'da daxil olmağına demək olar ki, hamısı öldü. Bir-iki arını saxlaya bildi atam. Qaldı, salamat qaldı. Və onları çoxaltdı. Yenidən çoxaltdı. Demək, 88-89 hardasa artıq arı səhv eləmirəmsə bir 12-14 arıya gəldi. Gələndə atam dedi ki, bu arının birini yenə verdi o kirvəyə. Halbuki o kirvənin arıları ölüb. Evdə söhbət olanda anam dedi ki, aç şahı, kirvənin arısı ölübdür. Dedi, yox, ölsə də mən ona, onun əmanəti olub məndə, ona bir dənə arı damazlıq verməliyəm. Və o arı yenə artdı. Səhv eləmirəmsə yenə 3-4 arıya qədər, bu Laçın çıxana qədər, işğal olunana qədər 3-4 arı oldu və yenə də eyni şəkildə o atam balı Sumqayıta həmin kirvəyə göndərməyə davam elədi. Və işğal olunanda bizim səhv eləmirəmsə qapımızda 18 ya 16 arımız qaldı. Ermənilər onları da məhv elədi və ya uğurladı. Demək istəyirəm ki, baxın, burada da yenə adamın arısı əslində öldüyü halda ona öz artırdığı arıdan yenə də bir pay verdi adam. Bunu eləmək üçün əslində ürək lazımdır. Yəni, indiki zamanda bilmirəm, belə insanlar qalıb, biz onu eləyə bilərik ya yox. Mən buna əslində biraz da şübhə eləyirəm, amma mənim atam belə adamdır. Allaha çox şükür ki, belə bir atanın övladıyam mən. Təbii çalışıram ki, ona az da olsa bənzəyəm. Onun o gözəl xüsusiyyətlərini özümdə saxlayam, özümdə cəmləşdirəm. Bilmirəm buna nə qədər nail oluram ya yox, amma Allah Teala bizə atamın yaşadığı xeyirli ömrü yaşamağı nəsib eləsin. Allah Teala əmanətə xəyanət etməyən adamlara, dünyasını dəyişənlərə rəhmət eləsin. Sağ olanlara Allah Teala can sağlığı versin. Hamınıza gözəl günlər arzulayıram. Allah'a emanet olun. İnşallah görüşərik.